Salam, bugün mən sizə coğrafiya, güvən nəşriyyatı, coğrafiyanın üzrə güvən nəşriyyatı 2024-cü il səhifə 296-da növbəti video dərsimizi qeyd edək. Hind-Avropa dil ailəsinə daxil olan dil qrupları və onlara daxil olan xalqlar haqqında keçən video dərsdə daha ətraflı məlumat verək. Növbəti xalqımız tatlardır. Tatlar, Osetinlər, Bəluçlar, onlar İran, Hind-Avropa dil qrupunun Hind-Avropa dil ailəsinin İran dil qrupuna daxildirlər. Və daha ətraflı məlumat verək. Tat xalqı və ya Zaqafqaziya farsları, həmçinin Tat, Parsi, Dağlı, Lohijon, hazırda Azərbaycan və Rusiya, əsasən Cənubi Dağıstan ərazisində yaşayan İran xalqıdır. Tatlar Qafqazdakı İran mənşəli yerli xalqların bir hissəsidir. Və yaşadığı burada Qubanın Adur kəndindən olan bir qrup Tat. 1880-ci ildə çəkilən şəkildir. Demək, ümumi sayı 30.000 nəfərdirlər. Yaşadığı ərazilər Azərbaycan, İran, Rusiya, Ukrayna ərazisidir və onların burada sayları qeyd olunmuşdur. Yəni Azərbaycanda 25.000-dən artıq Tat xalqı yaşayır, İranda 9.000, Rusiyada 1585 nəfər, Ukraynada 64 nəfər. Dilləri Tat dilidir, dini İslamdır. Qohum xalqlar Farslar, Osetinlər, Talışlar, Kürdlər, Taciklər və digər İran dilli xalqlardır. Burada tarixi haqqında məlumat yazılmışdır. Tarixi məlumatlara görə bu qədim xalq təqribən 2000 il bundan qabaq Sasanilər imperiyası hakimiyyəti zamanı şimaldan gələn türklərin qarşısını almaq məqsədi ilə Cənubi Qafqaz ərazisinə köçülmüşdür. Qədim demək Ari tayfalarından olan Tatlar ərəb işğalından sonra İslam dinini qəbul etmişlər. 1810-cu ildə Bakı və Abşeron ətraf kəndlərinin komendantı general İvan İvanoviç Repin Bakı haqqında demək yazdığı da, yəni yığdığı məlumatlarda qeyd olunur ki, şəhərin özündə və müvafiq olaraq Bakı xanlığına aid olmuş ərazilərdə 2235 nəfər yaşayırdı. Asaylı Rus, Erməni, Yahudilər 81 nəfər qeyd olunur. İstisna olmaqla əhalinin böyük əksəriyyəti 2155 nəfər şiə tatlar təşkil edirdi. Dil İran dillərindən biri olan Tat dilində danışırlar. Və burada din haqqında yazılıb, dinləri İslam dininə etiqad edirlər, bir qismi isə Yahudidirlər. Və burada qeyd olunur, Bakıda, Qubada, Şabran, Siyəzən, Xaçmaz, Şamaxı, Ağsu, İsmayıllı, Gəncə, Şəmkir, Xızı, Gədəbəy və Dərbənd rayonlarında tarixən sıx olaraq məskunlaşıblar. Və hal-hazırda Azərbaycan Respublikasından kənarda Rusiya Federasiyasında, Qazaxıstanda, Qırğızstanda, Gürcüstanda da müsəlman tatlar yaşayır. Burada xəritədə göstərilmişdir. Və demək, Lahıcda yaşayan yaşlı qadın burada qeyd olunur sayları. Və burada milli geyimdə Tat gözəli burada çəkilmişdir. Yəni milli geyimdə çəkilmişdir bu şəkil. 1890-cı ildə çəkilən şəkildir. Növbəti xalqlarımız Osetinlərdir. Osetinlər əsasən Gürcüstanda, Osetiya Respublikasında, Cənubi Osetiya Respublikasında və Rusiyada yaşayan xalqdır. Şimali Qafqazda yaşayan yeganə İran dilli xalq olan Osetinlər tarixi Alan dövlətini və alanları özlərinə əcdadı kimi görür
və dövlətlərini Osetiya və Alanya kimi təqdim edir. Macaristanda yaşayan yaş xalqı məhz osetinlərin birbaşa qohum olduğu İran dilli qədim Alan xalqına məxsus yeganə xalqdır. Burada sayları 720 min nəfərdir və yaşadığı ölkələr qeyd olunmuşdur. Misal üçün, bütün bir neçə ölkədə qeyd edə bilərik. Rusiya, Gürcüstan, Suriya, Türkiyə, Özbəkistan və orada yaşayan osetinlərin sayları qeyd olunmuşdur. Dili Osetin dilidir. Dini pravoslav xristianlıq əsas din, İslam azlıq təşkil edir və bir də Uatsin dinidir. Burada milli geyimləri qeyd olunmuşdur və bir də məşhur şəxslər haqqında burada şəkilləri verilmişdir. Bəluçlar Pakistanda, İranda, Əfqanistanda kompakt halda yaşayan xalq. Dilləri Hind-Avropa dil ailəsinə daxildir. Bəluç dilində ən yaxın dil Kürd dilidir. İran İslam Respublikasında Sistan və Bəlucistan və Kirman vilayətlərində yaşarlar. İran cəmiyyəti ilə az inteqrasiya olublar. İranda yaşayan Bəluçların böyük bir qismi köçəri həyat tərzi sürür. Və burada milli geyimləri göstərilmişdir. Bir qrup Bəluc. Ümumi sayı 10 milyon nəfərdir və müxtəlif ölkələrdə burada sayları qeyd olunmuşdur. Yaşayan Bəlucların sayları İran, Pakistan, Əfqanistan, Oman, Birləşmiş Ərəb Əmirliyi, Türkmənistan, Küveytdəki Bəlucların sayları qeyd olunmuşdur. Dilləri Bəluc dilidir. Dinləri İslam, Sünni, əsasən Şiə, nisbətən Şiə vardır. Və qohum xalqlar Kürdlərdir. Hind-Ari dili dil qrupu, Hind-Avropa dil ailəsinin Hind-Ari dil qrupu və daxil olan xalqlar Hindlilər, Pəncablar, Nepallılar, Biharlar, Bengallar, Singallar, Sindhlər və Urdular. Hindlilər Hindu, Hindistanlı demək Hindistanın milli dini və kasta mənsubiyyətindən asılı olmayaraq əsl yerli əhalinin ümumi adıdır. Hindistan haqqında məlumat verək. Demək, Cənubi Asiyada yerləşən dövlət. Qurudan 6 ölkə Pakistan, Çin, Nepal, Bhutan, Bangladeş, Myanmar, Sudan isə Maldiv adaları, Şri Lanka və İndoneziya ilə həmsərhəddir. Paytaxtı New Delhi, yəni Yeni Delhi, ən böyük şəhəri Mumbai, ümumi sahəsi isə 3 milyondan artıqdır. Ərazisinə görə dünyada 7-ci, əhalisinin sayına görə isə 1-ci yer tutur. Hindistan yarımadası Asiya qitəsinin cənubunda yerləşir. Və burada daha ətraflı göstərilir. Rəsmi dili Hind dili, İngilis dilidir. Sahəsinə görə burada qeyd olunur. Demək böyükdür. Dünyada 7-ci yerdədir. Əhalisinin sayı 1 milyard 425 milyon 775 min 850 nəfərdir.
Ən böyük şəhərləri Mumbai, Dehli, Yeni Dehli, Bangalore, Chennai, Kəlküttə. Federativ parlamentli respublikadır. Bayrağı qeyd olunmuşdur. Və bir də milli geyimləri burada qeyd olunmuşdur, göstərilmişdir. Pəncablılar Pakistan və Hindistanda yaşayan xalq. Ümumi məlumat haqqında məlumat verək. Pəncablılar Hind-Avropa dil ailəsinə aiddirlər. Pakistan ərazisində yaşayırlar və Pakistan əhalisinin 65%-ni təşkil edirlər. Və burada Pəncablıların etnik tərkibi yerli əhali ilə skiflərin, taciklərin və puştuların və ərəblərin qarşılığından ibarətdir. Tərkibinə Cad, Rajputa, Gujar və sair etnik qruplar daxil olmuşlar. Pəncabların qərb qrupu olan Laxna Pəncab dilinin müstəqil dialekti sayılır. Ümumi sayı 98 milyon nəfərdir Pəncabların ümumi sayı. Və Pakistan, Hindistan arasında bölünmüş Pəncab əyalətində Hindistan və Pəncabı və Pakistan Pəncabı sinkretik həm İslam, həm də Hindus dinlərindən müəyyən elementlərlə demək əxz etməklə Guru Nanak tərəfindən yaradılmış bir dini təlimin adıdır. Və burada daha ətraflı məlumat verilir. Dilləri burada qapalı etnokonfessional icma doğma Pəncab dilinin dini, etnik və ya sosial qrupun istifadə etdiyi məxsusi dialekt burada etnolektindən qeyd edir və Gurkh-Muxi adlanan xüsusi əlifbadan istifadə edir. Nepallılar əsasən burada Nepal vətəndaşlıq qanununa əsasən Nepalın daimi vətəndaşlarıdır. Nepal termini ilk dəfə burada ciddi şəkildə vətəndaşlığı istifadə edir və yəni Nepal vətəndaşlığına malik insanlar deməkdir. Burada Nepal kökləri olan, məsələn, Nepal Avstraliyalıları, insanlar Nepal və ya digər 128 Nepal dilində danışan, lakin xarici vətəndaşlığa malik olan Nepal dilində danışan əcnəbilər burada adlanır. Yəni onlar Nepal vətəndaşlığına malik insanlar deməkdir. Nepal termini ümumiyyətlə qeyri-vətəndaş sakinlərə, ikili vətəndaşlığa və ya əcnəbilərə aid edilmir. Burada bir neçə ölkələrdə yaşayan Nepalların sayları qeyd olunmuşdur və dilləri Nepal, Nevar, Magar və sair dillərdə, Magyar dillərdə burada qeyd olunur. Dinləri Hinduizm, əksəriyyəti Buddizm, Kirand, İslam, Xristianlıq, Sikhizm və sair də yəni dinləri vardır. Burada əlaqəli etnik qruplar Nepal diasporası və Madhesis burada qeyd olunur. Və bir də milli geyimləri qeyd olunur.
Əhəmiyyətli əhalisi olan bölgələr burada qeyd olunur və bir də əhalinin sayı 29 milyon nəfər 2021-ci il siyahıya alınmasına görə. Biharlılar Hindistanın şimal-şərqində Hind-Ari xalqları qrupu burada xəritədə göstərilmişdir. Biharın əsas əhalisi burada. Hindistanın şimalında əhalisinin əksəriyyəti biharlılar olan Bihar. Və burada biharlılar haqqında məlumat var. Biharlılar əsasən Hindistanın Bihar ştatında yaşayırlar və ştatın əhalisinin təxminən 10%-ni təşkil edirlər. Hindistanın digər bölgələrində, eləcə də Nepalda və Mavrik adasında yaşayırlar. Tərkibinə Maithililər burada daxildir. 3,6 milyon nəfərdirlər. Biharın şimalındakı demək Mithila vilayətində Qanq çayından Himalay dağlarının qollarına da, həmçinin Dehlidə, Kəlkəttədə, Mumbaidə və sair şəhərlərdə yaşayırlar. Və Nepalda sayı 2,8 milyon nəfərdir. Və burada demək Bhojpurilər burada qeyd olunur. 36,1 kotalar. Bunlar 36,1 milyon nəfərdirlər. Biharın qərbində həmçinin Uttar Pradesh, Madhya Pradesh, Assam, Qərbi Benqaliya ştatında və Dehlidə, Dehli şəhərində yaşayırlar. Burada qeyd olunur. 1557-ci ildə 1976-cı illərdə Moğol hökmdarı Əkbər Şah Biharı öz imperiyasına birləşdirdi və 1741-1751-ci illərdə Marathlar Bihara hücum etmiş və bu əyaləti tutaraq öz hakimiyyətinə tabe etmişlər. 1764-cü ildə baş vermiş Buxari döyüşündən sonra Biharlılar Böyük Britaniyanın Ost-Hind kampaniyasının idarəçiliyi altına keçmişlər və 1947-ci ildə BMT-nin qərarına əsasən Hindistan iki hissəyə bölünərkən müsəlman biharların əksəriyyəti Şərqi Benqaliyaya, yəni burada 1971-ci ildən Bangladeş adlanır, köçürülmüşlər. Nepalda 1,9 min nəfər, Mavrik adasında 380 min nəfər yaşayır. Burada Magahilər, burada Magahilərin də bir neçə demək Magahilər, Maghayalar, Maghorilər 11,9 milyon nəfərdir. Biharın cənubunda həmçinin demək Jharkhand və Qərbi Benqaliyada yaşayırlar. Daha kiçik qruplar Angikalar və Sadrilər və başqaları daxildir. Bunların dinlərinə baxaq. Biharlıların dinləri. Burada demək bir neçəsi, yəni müsəlman biharlılar 12% təşkil edir. Dindarları əsasən hinduistdir. Xristianlar, Jainlər, Sithlər, Buddistlər və ənənəvi etiqadlarını saxlayanlar da var burada. Sonra əsas məşğuliyyətləri burada xış əkinçiliyi, çəltik, buğda, darı, paxlallar, şəkər qamışı, tütün, heyvandarlıq və s. və quşçuluqdur əsas məşğuliyyətləri. Və burada əhalisi az olan kiçik kəndlər səciyyəvidir. Evləri bir mərtəbəlidir, çiy kərpişdən tikilir, Qanq çayı vadisində və yaxud da bambuk karkaslı, hörmə divarlı demək olur, daimi küləşlə və ya kirəmitlə örtülür.
Bəzən Bihari dilində birləşən Maithili, Bhojpuri və Magahi dillərində danışırlar. Yazıları Devanagari və Kaithi əsasındadır. Və Hind, Nepal, Bengal, İngilis dilləri də yayılmışdır.